Salam, hər vaxtınız xeyirli olsun dəyərli müəllimlər. Mənim Hakim Tədris Mərkəzinin riyaziyyat müəllimi Orxan müəllim bugün enə və uzununa kəsimlərlə bağlı bir neçə məsələnin izahını sizinlə paylaşacağım. İlk öncə başlayaq tapşırıq 525-dən. Aha. 525 nömrəli tapşırıqda bizə deyilir ki, uzunluğu enindən 3 dəfə böyük olan düzbucaqlı lövhəni 3 kvadrata ayırmaq üçün 30 dəqiqə vaxt gedər. Bəs onu eninə 5 yerdən kəsmək üçün neçə dəqiqə vaxt gedər? İlk öncə düzbucaqlı lövhəmizi təsvir edək. Təxmini də olsa şəklimizi düzgün seçməyə çalışaq. Aha. Deməli, en uzunluqdan 3 dəfə böyükdür. Onda eninə əgər x yazsam, uzunluğu nə qədər olacaq? Təbii olaraq 3x. Mən bunu 3 dənə kvadrata ayırmaq üçün ilk öncə nə edirəm? Uzunluğunu 3 dənə bərabər parçaya bölürəm. Hər bir parçaya da x deyirəm. Təxmini buradan olsun. Aha. İndi kəsim aparmağa başlayıram. Baxın, bu birinci kəsimimiz, birinci kvadratımız. Bu da ikinci kəsimimiz. Artıq 3 dənə təxmini də olsa kvadratımız var. Aha. Neçə kəsim apardım? 2 kəsim apardım. Çox gözəl. Neçə dəqiqə deyir 2 kəsimə vaxt sərf olunur? 30 dəqiqə. 30 dəqiqə. Neçə metrlik parçalar kəsdim? Bax, bu da önəmlidir. X metrlik parçalar kəsdim. X metr. Aha. Yaxşı. Bəs bir dənə x metrlik parçanı mən nə qədər müddətə kəsərəm? Əgər 2 kəsimə 30 dəqiqə vaxt sərf etmişəmsə, 30-u bölürük 2-yə. Əlbəttə ki, 15 dəqiqə vaxt sərf edərəm. Aha, çox gözəl. İndi isə bizə deyir ki, bəs onu eninə 5 yerdən kəsmək üçün neçə dəqiqə vaxt lazımdır? Bayaqki kəsimlərim onsuz da ki, eninə kəsim idi. Aha. Əgər ki, mən 5 yerdən kəsməyə nə qədər vaxt sərf olunduğu istəyirəmsə, tapmaq istəyirəmsə, bir kəsimə nə qədər vaxt sərf olunmuşdu x metrlik parçanı kəsmək üçün? 15 dəqiqə. İndi bu 5 kəsim olsa nə edəcəyik? Əlbəttə ki, 15 dəqiqəni vuracağıq 5-ə və 15-i də 5-ə vursaq bərabərdir 75 dəqiqə. Bu qədər. Belə. 526 nömrəli tapşırıqda da müəllimlər, artıq o sizdə idi. Onu sərbəstcə özünüz yazarsınız və 526-nın da cavabını deyim ki, düzgünlüyü yoxlayarsınız. 526-nın cavabı B-dir. Aha. Keçirik artıq uzununa kəsməklə bağlı bir məsələyə. 527. Burada cüzi bir fərq var. Amma çox ehtiyatlı olmaq lazımdır. Gözdən qaça bilər. 527-də yenidən biz düzbucaqlı lövhəmizi çəkək. Aha. Uzunluğu enindən 4 dəfə böyük olan düzbucaqlı lövhəni 4 kvadrata ayırmaq üçün 36 dəqiqə vaxt gedir. Aha. Bayaqki kimi. Eninə əgər x desəm, uzunluğu olsun 4x və uzunluğun təbii olaraq 4 dənə bərabər parçaya ayırıram ki, 4 dənə bərabər kvadratım olsun. X bu formada. Yaxşı. Gəlin kəsimləri aparaq. Birinci kəsim aparsam, bu 1. İkinci kəsim. Üçüncü kəsim. 4 dənə də kvadrata böldük. 1, 2, 3, 4. Aha. Neçə metr uzunluğunda parçalar kəsdim mən? Fərqindəsinizsə, baxın, x-a paralel olduğundan x metrlik. X metr. Parça kəsdim. Neçə kəsim apardım? 3 kəsim apardım. Yaxşı. Bəs neçə dəqiqə vaxt sərf etdim? 36 dəqiqə vaxt. 36 dəqiqə. Yaxşı. İndi görək ki, x metrlik parçanı və yaxud da taxtanı və yaxud da lövhə olsun. Bir dəfə kəssəm, nə qədər vaxt sərf edərəm? 3 kəsimə 36-dırsa, 36-nı 3-ə bölürük. Bərabərdir 12 dəqiqə. Aha. Yaxşı. İndi isə məsələyə qayıdırıq. Bizdən nə istənilir? Bəs onu uzununa 7 yerdən kəsmək üçün neçə dəqiqə vaxt sərf olunur? Yaxşı, gəlin indi biz bunu uzununa kəsək. Uzununa kəsən zaman görün nə baş verəcək. Təsəvvür edin ki, uzununa kəsirik.
Uzununa kəssəm, baxın təxmini buradan başladım, kəsdim bura kimi. Aha. Neçə metrlik taxta kəsdim? 4x aydın məsələdir. Uzununa kəsdiyimdən dolayı uzunu da 4x metrdir. 4x metr. Nə qədər kəsim apardım? Hələ ki bir dənə kəsim aparmışam. Bəs nə qədər vaxt sərf edərəm? Bayaq tapdıq ki, əgər ki biz x metrlik parçanı bir dəfə kəsiriksə 12 dəqiqə vaxt sərf edərik. Bəs 4x metrlik parçanı kəssək nə qədər vaxt sərf edərik? Əlbəttə ki 4 dəfə böyük olduğundan 12-ni 4-ə vururuq, eləyir 48 dəqiqə vaxt sərf edərik. Aha, yaxşı. İndi isə bizə deyir ki uzunluğuna 7 dənə yerdən kəssək. 7 dənə yerdən kəssək. Bir dənə kəsimə nə qədər vaxt getdi? 48 dəqiqə. Bəs 7 kəsimə nə qədər vaxt sərf gedər? 48-i vururuq əlbəttə ki nəyə? 7-yə. Bu da bərabərdir 336 dəqiqə. Çox gözəl, rahat. Uzunluğuna bir dənə ehtiyatlı oluruq ki 4x-i nəzərə almaq lazımdır. Yaxşı. 528 nömrəli tapşırıq rəqəmlərlə verilmişdir. Ona görə də bunu da işləyək. Deməli, yenidən düzbucaqlı bir lövhə götürürəm. Düzbucaqlı lövhənin bizə verilib ki, eni 8 cm-dir. Uzunluğu isə 104 cm-dir. Artıq burada nə edəcəyimizi şifahi şəkildə deyə bilərik. Kvadratlara bölmək üçün 104-ü nəyə bölürəm? 8-ə bölürəm. Görüm neçədən kvadrat əmələ gələ bilər? 13 kvadrat əmələ gəlir. 13-dən kvadrat əmələ gəlməyindən ötürü neçədən kəsim aparmaq lazımdır? Əlbəttə ki, bir vahid az. 12 kəsim. Çox gözəl. Aha, biz indi 8 metrlik, baxın 8 metrlik. Nəyə görə 8 metr deyirəm? Çünki mən buradan bura kəsirəmsə, nə qədər kəsim aparacam? Bura 8 cm olduğundan, əlbəttə burada 8 cm olacaq. Burada 8 cm olacaq. Ona görə də 8 cm. Hətta mən bura metr yazmışam. Onu da düzəldək. 8 cm. Aha. 8 cm-lik taxtanı kəsirəm. Lövhəni kəsirəm. 12-dən kəsim aparacam. 12 kəsimə baxın görək nə qədər vaxt sərf etmişik. 624 dəqiqə. Mənə lazımdır ki 8 cm-lik taxtanın birini kəssəm nə qədər vaxt sərf olunur? Əlbəttə ki 624-ü bölürük 12-yə. Cavabımız deyir 52 dəqiqə. Aha. Daha sonra bəs onu uzunluğu 6 yerdən kəsmək üçün nə qədər vaxt gedər deyə bizdən soruşur. Yaxşı, bayaqki qanunumuza qayıdaq. Görək hələ necə kəsəcəyik. Uzunluğuna kəsirik. Uzunluğuna neçə santimetr kəsəcəyik? 104 santimetr kəsəcəyik. 104 santimetri də kəsmək üçün bir kəsimə görək nə qədər vaxt gedər. Baxın, biz bayaqları 8 santimetri kəsmək üçün nə qədər vaxt tələb olunduğunu gördük. 52 dəqiqə. İndi görək 104 cm kəsmək üçün nə qədər vaxt lazımdır. Əgər 8 cm-ə 52 dəqiqə vaxt tələb olunursa, 104 cm tapmaq üçün də 104-ü də x qarşı qoyaq. Tənasüb 8 vurulsun x, çarpı şəkildə vururuq təbii olaraq. 104 vurulsun 52. X da bərabərdir 676 dəqiqə. Vaxt sərf olunacaq 676 dəqiqə. Aha, çox gözəl. Əgər ki, mən bunu bir dəfə kəssəm uzunluğuna nə qədər vaxt gedər? 676 dəqiqə. Bir kəsim 676 dəqiqə. Aha, bizdən neçə yerdən kəsim tələb olunur? 6 yerdən kəsim tələb olunur. 6 yerini dediyimizə görə istəsəz x yazarıq və yaxud da birbaşa da elə x-i 676-nı 6-ya vurmaqla taparıq. Bu da eləyəcək 4056 dəqiqə. Bu qədər müəllimlər, cavabımız da A variantında. Bundan sonraki məsələmizdə 529 nömrəli tapşırıqdır. 529 nömrəli tapşırıqda da cavabımız B variantı. 530 nömrəli tapşırığımızda cavab D bəndidir.
Bunları da özünüz sərbəst qaydalara baxaraq işləyərsiniz. Sağ olun.